Salam uşaqlar. Uşaqlar, bugün yenə dərsimiz sizlə Monqol dövləti haqqında olacaq növbəti dərsimizdə. Bax, bundan əvvəl keçdik Monqolların birinci, ikinci yürüşləri. İndi isə dərsimiz Monqolların üçüncü yürüşü Azərbaycana. Artıq bu dərsdə siz Monqolların Azərbaycanda necə möhkəmləndiklərini, Azərbaycanda yeni bir dövlətin əsasını qoyduqlarını görəcəksiniz. Monqolların üçüncü yürüşləri uşaqlar Hülakü xanın adı ilə bağlıdır və Hülakü xan Çingiz xanın nəvəsi olub. Baxın, bax, dərsinizdə də yazılıb. Hülakü xan Azərbaycanda yaratdığı dövlətin ikinci bir adı da Elxanilər dövləti olub. Çünki Elxan titulu daşıyırdı hökmdarlar. Ona görə dövlətin adı həm də Elxanilər dövləti kimi gedir. Deməli, baxırsınız, deməli 1256-da Çingiz xanın nəvəsi Hülakü xanın başçılığı ilə Monqol ordusu Ön Asiyada yeni ərazilər işğal etmək üçün yürüşə başlayırlar. Azərbaycan yenidən bu dəfə Hülakü xan tərəfindən işğal edilir. Fikir verirsiniz, yəni birinci yürüşdə kəşfiyyata gəlmişlər. İkinci yürüşdə möhkəmlənməyə gəlmişlər. Üçüncü yürüşdə artıq Hülakü xandan yenə möhkəmlənməyə Azərbaycan ərazisinə gəlirlər. Yeni yaradılan dövlətin də dediyimiz kimi Hülakülər dövləti və yaxud da Elxanilər dövləti adlanır. Burada açar sözlərimiz var. Deməli, Elxanilər, Qızıl Ordu, Qazanxan, Çobanilər, yəni bunlar hamısı bu dərsdə onlara vurğulanır, onlara toxunulur. Elxanilərin yaranması, Elxanilər dövləti, yəni Hülakü xanın 1258-ci ildə Bağdadı tutması, yəni Bağdad biz bilirik ki, Məhəmməd Peyğəmbər tərəfindən yaradılan Ərəb xilafətinin, Ərəb dövlətinin sonuncu paytaxtı idi, Bağdad. Həmin Bağdadı dəfələrlə, belə deyək ki, işğallara məruz qalsa da dövlət dağılmamışdı. Lakin Hülakü xan 1258-ci ildə Bağdad şəhərini tutur və sonuncu Abbasi xəlifəsini öldürür. Bununla da yəni Ərəb xilafətinə, Abbasi xilafətinə son qoyur. Xəzinəsini də Monqolların əlinə keçirdir. Yəni ərəblərin, Ərəb dövlətinin, Abbasi xilafətinin xəzinəsi Monqol xəzinəsinə göndərilir. Beləliklə Amudəryadan Aralıq dəniz sahillərinə və Böyük Qafqaz dağlarından İran körfəzinə kimi yaxın və Orta Şərq Hülakü xanın hakimiyyəti altına keçir. Yəni elə bil ki, özü də ərazi ələ keçirtmişdi. Biraz da Abbasilərin ərazilərini ələ keçirməklə görürsünüz nə qədər böyük bir ərazi əldə edir. Yenə deyirik, Amudərya çayından Aralıq dənizinə və Böyük Qafqaz dağlarından İran körfəzinə kimi yaxın və Orta Şərq Hülakülər dövlətinin əlinə keçir. Hülakülər Monqolların 5-ci ulusu idi, yəni 5-ci bir qolu idi Hülakülər dövləti. Hülakü xan Elxan rütbəsi verildiyi üçün Hülakü xana bu deyir dövlətin adı bayaq dediyimiz kimi Elxanilər adlandı. Hülakü xanın məsləhətçisi və onun oğlu Abaqa xanın vəziri isə Azərbaycanın görkəmli alimi Nəsrəddin Tusi olmuşdu. Yəni bunu yadınızda saxlayırsınız. Hülakü xanın məsləhətçisi Abaqa xanın vəziri, baş vəziri. Azərbaycanlı olub Nəsrəddin Tusi. Elxanilər dövlətinin əsas mərkəzi Azərbaycan idi. Qarabağ Elxanilərin yaylağı, Muğan isə qışlağı idi. 13-14-cü əsrlərdə Azərbaycan adı altında müasir Şimali və Cənubi Azərbaycan bütöv, yəni nəzərdə tutulurdu. Həmin dövrdə Azərbaycan ərazisi çox böyük bir ərazini əhatə edirdi. Deməli, 250 min kvadrat kilometri əhatə edirdi. Dövlətin paytaxtı Hülakülər dövlətinin. Əvvəlcə Marağa, sonra Təbriz, sonra Sultaniyə, sonra yenə də Təbriz şəhəri olmuşdu. Bu vacib bir şeydir, çünki xəritə ilə testlərə salınır, ona görə öyrənməyiniz vacibdir paytaxtları. Azərbaycan uğrunda Hülakülər dövləti yaranandan sonra başqa bir Monqol dövləti olan Qızıl Ordu dövlətinin bura yürüşlər olur və həm Hülakülər, həm də Qızıl Ordu Azərbaycanı ələ keçirtmək istəyirdi. Buna görə mübarizələr başlayır. Azərbaycan qəti şəkildə Elxanilərin hakimiyyəti altına keçməsi
deyir, başqa bir Monqol dövləti olan Qızıl Ordunu narahat edirdi. Şimali Qafqazda möhkəmlənən Qızıl Ordu xanları, yəni indiki Rusiya ərazisində, Dağıstan ərazisində, onlar deyir, Azərbaycanın məhsuldar torpaqlarını ələ keçirmək istəyirdilər. Xüsusən Muğan, Mil, Muğan, Şirvan düzənlərini. Buranın gözəl şəhərlər olduğunu bilirdilər və ələ keçirmək istəyirdilər Qızıl Ordu xanları. Deməli, bu səbəbdən Qızıl Ordu ilə İlxanilərin arasında gərgin mübarizə gedir və deyir, fasilələrlə 100 ilə qədər Azərbaycan uğrunda müharibə aparırlar. Bax, təsəvvür edin, iki Monqol dövlətidir, Azərbaycandan ötürü 100 ilə qədər bir-biri ilə vuruşurlar. Sonra deyir, bu müharibələr əsasən Azərbaycan ərazisində, Xəzərboyu vilayətlərdə baş verdiyindən onun nəticələri ölkəmiz üçün çox ağır oldu. Yürüşlər zamanı şəhərlərimiz, kəndlərimiz dağılır, əkin sahələrimiz atların tapdağı altında qalır, təsərrüfat məhv olurdu. Sonra Hülakülər dövlətində uşaqlar Qazan xanı adlı yeni bir hökmdar hakimiyyətə gəlir, Hülakü xanından sonraki dövrdə. Bu Qazan xan deməli daha belə deyək, nisbətən insaflı siyasət yeridib. Deməli, Qazan xan həm də çoxlu islahatlar keçirdi. Yəni, deyir, müharibə nəticəsində əkin sahələri, bağlar, suvarma sistemləri, irriqasiya qurğuları məhv olmuşdu. Buna görə də sonra sənətkarların çoxu Qaraqoruma, yəni Monqolların paytaxtına aparılmışdı. Bütün bunlar nəyə gətirir çıxardır? Ona gətirir çıxardır ki, burada islahatlar, yeniliklər keçirilsin. Bu yenilikləri də Qazan xan keçirdəcək. Deməli, 13-cü əsrin 80-90-cı illərdə feodal çəkişmələrin artması təsərrüfata yeni zərbələr vurdu. Bu da İlxanilər dövlətini biraz daha zəiflətdi. Qazan xan islahat keçirdiyi sahələr din, torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələri. Yadınızda saxlayırsınız, bu sahələrdə islahat keçirdi.